xərçəng bir anda və səbəbsiz yaranmır. Əksər xəstəliklər kimi xərçəng də gizli gedir və insanlar bəzən başqa bir xəstəliyin müayinəsi üçün gəlir, xərçəng olduğu məlum olur. Bildiyimiz kimi xərçəng adətən xroniki xəstəliklərin son nəticə kimi ortaya çıxır. Məsəl üçün, mədə xorası olan insan pəhriz saxlamır, zərərli vərdişlərdən istifadə edir və nəticədə xərçəngə çevrilir. Və ya ağciyər asması olanlar, xroniki bronxit olanlar uzun müddət pəhriz gözləmir və zərərli vərdişlər onun nəticədə xərçəngə çevrilir. Amma bu tam olaraq belə deyil. Bəzən insanlar arasında belə bir söz var ki, filan kəs misal üçün 30 ildir zərərli vərdişlər istifadə edir siqaretdən və ya spirit içkidən, amma o heç xərçəng olmur. Bu o deməkdir ki, mən də istifadə eləsəm xərçəng olmaram. Xeyr, xərçəng genetik səviyyədə yaranmış bir xəstəlikdir. Bütün xəstəlik olduğu kimi xərçəngin də genetikamızda kodu var, onkogenlər var. Və o genlər aktivləşdikcə xərçəng yaranır. Bəzən bir zərərli vərdişlərlə, bəzən bir qığılcımla o xərçəng yarana bilər. Ona görə də xərçəngdən heç kim sığortalanmayıb və xərçəng üçün uzun müddət xroniki xəstə olmaq kifayət eləmir. Bəzən bir zərərli vərdiş, bəzən bir qığılcım isə xərçəng yaranmasına səbəb ola bilər. Sevdiklərinizlə bu videonu paylaşaraq onları xərçəngdən qoruya bilərsiniz.